Azərbaycan cəmiyyəti indi ikiyə bölünüb. Bir tərəf deyir ki, yaxşı eləyirlər, İranı vururlar, İran məhv olsun, parçalansın və s. və s. və s. Digər tərəf İranı dəstəkləyir. İrana qarşı olan zərbələrin haqsız olduğunu deyir. Və hər iki tərəf emosiyalara qapılır və qardaş-qardaşı təhqir edir Azərbaycanda. Olmaz belə. İran məsələsi çox incə bir məsələdir. Biz böyük dövlətlərin çarpışmasına qarışmamalıyıq. Bizim o gücümüz yoxdur. Yoxdur gücümüz. Özümüzü aldatmayaq. İran Azərbaycanı vuracaq. İran Azərbaycanı vurmaq istəsəydi, çoxdan vurardı. Necə Omanı İranın da belə bir gücü yoxdur da, onu da deyək. Yəni, özünüzü küçümsəmək mənasında demədiniz, hörmətli Elçin bəy, mənə elə gəlir ki. İranın raket gücü var. Küveyti də vurdu, Saudiyanı da vurdu. Bizi də vurardı. Yəni, çılğına bir yasaq gərək deyil, atalar sözdür.